Deməli, birinci sualda yazılıb ki, müəyyən inteqralı hesablayın. Nəyə fikir verirsiniz? Çünki bu inteqralı tapmaq o qədər də asan deyil. Nəyə fikir verirsiniz? Yadınızda Tək saxlayın. funksiya. Əgər fx funksiyası tək funksiyadırsa, tək funksiyanı Hı. yazasan, təyin oblasında mənfi fx-ə bərabər olurdu, mənfi fx-ə. Yəni işarəni çölə çıxardırdı. Onda bunun inteqralı müəyyən inteqraldan. Yəni sərhədlər olmalıdır mənfadan aya. Bunun inteqralı cüt funksiyanı verir. Yəni fx tək funksiya olanda onun inteqralı cüt funksiyanı verir. Cütü verir. Məsələn, adı x dx, x kvadratı bölü 2-dir. Cüt funksiyada da j mənfi x, jx nə idi? Mənfi nudurdu. Ona görə bunu tutaq ki, Bəli. ibtidai funksiyasını tapdınız, məsələn, elədi fx mənfadan aya. Onda bu fx cüt olacaq və bu cütdə işarə nə olacaq? Udulacaq. Yəni f mənfi a ilə f a eyni olduğuna görə bu fərq nəyə bərabər olacaq? Sıfıra. Hı. Deməli, tək funksiya üçün sərhədlər əks olanda onun inteqralı nə olur? Ümumiyyətlə, Sıfır olur. Deməli, bu nədir? Sıfırdır.